Atabəy Şəmsəddin Eldəniz. Böyük Səlcuq imperiyası sultanlıqlara və atabəyliklərə parçalanmışdı. Atabəylər Səlcuq şahzadələrinin tərbiyəçiləri idi. Yalnız xüsusi istedad və qabiliyyəti olan şəxslər bu vəzifəyə təyin edilirdi. Hər bir atabəy öz şahzadəsinə sədaqətlə xidmət edir, onun hakimiyyətini qoruyurdu. Bu dövrdə Azərbaycanda atabəylər, Eldənizlər dövləti yaranmışdı. Onun qurucusu Şəmsəddin Eldəniz idi. O, Səlcuq şahzadəsi Arslanşahın atabəyi olmuşdu. Bilirsinizmi? Rəvayətə görə Eldəniz uşaq yaşlarında olarkən Dərbənddəki qul bazarından satın alınmışdı. Bazarda belə bir qayda var idi. 39 qul alana daha bir qul hədiyyə verilirdi. 39 qul alan tacirə 40-cı qul hədiyyə edildi. Bu qul arıq və çəlimsiz bir uşaq idi. Tacir bu hədiyyəni könülsüz qəbul edir. Qulları aparan karvan yalnız gecələr hərəkət edir, gündüzlər dincəlirdi. 40-cı qul boyu yuxuladığından arabadan 3 dəfə yerə düşmüşdü. 2 dəfə onu tapıb arabaya qoydular. 3-cü dəfə tacir onu götürməmək göstərişi verdi. O, pulsuz başa gələn arıq və sısqa bir qulun nazı ilə oynamaq fikrində deyildi. Səhər açılanda uşaq yuxudan ayıldı. Karvan artıq yox idi. Günün qızmarında səhradan gedərək karvana çatır. Uşağın bu fərasəti taciri heyrətləndirir. Tacir onu uzaqdakı Səlcuq sarayına verir. Bu uşaq gələcəkdə böyük bir dövlətə hökm edəcək Şəmsəddin Eldəniz idi. Qıpçaq əsilli Eldəniz İslam dinini qəbul etmişdi. İslamı qəbul edən şəxslər digərləri ilə bərabər hüquqlara malik olurdular. Sultanın göstərişi ilə Səlcuq sarayında onun təlim-tərbiyəsi üçün xüsusi müəllim ayrılmışdı. Eldənizə elm bilikləri və hərb sənətinin incəlikləri öyrədildi. Tezliklə at çapmaqda, qılınc oynatmaqda və ox atmaqda mahir olan bir döyüşçüyə çevrildi. Artıq o, çəlimsiz və sısqa quldan əsər-əlamət qalmamışdı. Bunu bilmək maraqlıdır. Bir gün Arslanşahın əhval-ruhiyyəsi yaxşı idi. O, xəzinəsində nə varsa, kimə gəldi bağışladı. Eldəniz bunu eşidən kimi sultanın bağışladıqlarının hamısını geri aldı. Sonra üzünü sultana tutub dedi: "Pulu ehtiyacın xaricində işlərə xərcləsən, lazımsız yerə pul toplamaq məcburiyyətində qalarsan. O zaman xalqa zülm etmiş olarsan." Eldəniz bununla sultana demək istəyirdi ki, dövlət xəzinəsini boş yerə dağıtmaq və onun xərclərini azaltmaq olmaz. Tezliklə Eldəniz bacarığı və sədaqəti ilə sultanın rəğbətini qazandı. Sultan onu oğlu Şahzadə Arslanşahın atabəyi təyin edir. Sultanın ölümündən sonra onun hakimiyyətə gələn qardaşı Arslan Azərbaycanın bir hissəsinin idarəsini Eldənizə tapşırdı. Naxçıvan şəhərini özünə mərkəz seçən Eldəniz 1136-cı ildə yeni dövlətin əsasını qoydu. Bir qədər sonra atabəyi olduğu şahzadəni sultan taxtına çıxaran atabəy Eldəniz bütün hakimiyyəti öz əlinə keçirdi. O artıq böyük atabəy idi. Onun hakimiyyəti dövründə yadelli basqınların qarşısı alındı. Şirvanşahlar asılılığa salındı. Dərbənd tutuldu. Beləliklə, bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibində birləşdirildi. Eldəniz öz hakimiyyətini qonşu ərazilərə də yaydı. Dərbənddən İran körfəzinə qədər uzanan geniş ərazilərin hökmdarına çevrilmişdi. Onun şəxsiyyəti ilə bağlı maraqlı məlumatlar vardır. Ədalətli davranışı, qazandığı parlaq qələbələrə görə Eldənizə Şəmsəddin, Şəms-əd-Din, yəni dinin günəşi ləqəbi verilmişdi. Atabəy zəhmətkeş və çalışqan idi. Ömrünün son 15 ilini at üstündə səfərlərdə keçirmiş, dövlətini bütün təhlükələrdən qorumuşdu. Verdiyi sözlərə sadiq olması ilə fərqlənən Atabəy, ətrafına da sədaqətli və ləyaqətli adamlar toplamışdı. İradəli və qətiyyətli idi. Bir qərar verərdisə, onu hökmən yerinə yetirirdi. Lakin səbirli və tədbirli olduğundan heç vaxt tələsik qərarlar vermirdi. Bu, onun nüfuzunu daha da artırırdı. Güclü yaddaşa malik olması da Atabəyin üstün keyfiyyətlərindən idi. O, heç bir hadisəni unutmur, özünə qarşı çıxanları yadında saxlayırdı.
Siyasi sabitlik iqtisadiyyatın yüksəlişinə səbəb oldu. Əhalinin güzəranı yaxşılaşdı. Ölkədə mədəniyyət də inkişaf etdi. Bu dövrdə məşhur şairlər, alimlər və memarlar yetişdi. Dahi şair Nizami Gəncəvinin yaradıcılığının xeyli hissəsi Atabəylər dövrünə təsadüf edir. Naxçıvan Memarlıq Məktəbinin əsasını qoyan memar Əcəmi Əbubəkiroğlu dövlətin ilk paytaxtı Naxçıvanda çoxsaylı memarlıq nümunələri yaratmışdı. Onların bəziləri dövrümüzədək gəlib çatmışdı. Şəmsəddin Eldəniz oğullarına güclü dövlət miras qoymuşdu. Onun oğlanları dövləti daha da gücləndirdilər. Hətta kiçik oğlu Qızıl Arslan sultan titulu qəbul etmişdi. Eldənizin nəvələri isə babalarının yolunu gedə bilmədilər. Dövlət zəiflədi və süqut etdi.